Salam, necəsiz? Hörmətli həmkarlar, bizim bugünkü vebinarımızın mövzusu deməli 10 ballıq və 5 ballıq məsələlərdir. Deməli, bizim bugün işləyəcəyimiz mövzu bilirsiniz ki, artıq son imtahanlarda da qarşınıza çıxır. Proqramda sınaq balansından maliyyə vəzifə haqqında hesabatın hazırlanması və mənfəət və zərər haqqında hesabatın hazırlanması ilə əlaqədar artıq məsələlər də gəlir. Bunu biraz daha detallı diyeyim. Deməli, bugün mən sizə işləyəcəyim mövzularla əlaqədar KOS və MHPS-də deməli, kiçik və orta sahibkarlar üçün maliyyə hesabatı beynəlxalq standartı və MHPS hissəsində olan mövzularla əlaqədar məsələlərə diqqətinizi çəkəcəm. Bir də burada demək istədiyim məsələ, deməli, bilirsiniz ki, 10 ballıq sual MHPS imtahanında bu vaxta qədər düşürdü, deməli, konsolidasiya və pul vəsaiti. Bundan sonra ki imtahanlarda, yəqin ki son imtahanlarda xəbəriniz var. Konsolidasiya onsuz da MHP'si-də davam edəcək. Hər imtahanda olacaq. Konsolidasiyada bir var mənfəət və zərər haqqında hesabatın konsolidasiyası, bir də maliyyə vəsaiti haqqında hesabatın konsolidasiyası. Bu yenə davam edəcək. Amma pul vəsaitinin digər 10 ballıq məsələnin yerinə pul vəsaitinin hər şey haqqında hesabat və yaxud da ki, sınaq balansından maliyyə vəsaiti haqqında hesabatın hazırlanması və ya mənfəət və zərər haqqında hesabatın hazırlanması məsələlərlə qarşılaşırıq. Bir də ki, kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatı beynəlxalq standartında isə pul vəsaitinin hərəkəti haqqında hesabat 10 ballıqlardan gedir söhbət. Dəqiq olur hər imtahanda. Digər sual isə ya konsolidasiya və yaxud da ki, sınaq balansından maliyyə vəsaiti haqqında hesabatın hazırlanması və ya mənfəət və zərər haqqında hesabatın hazırlanması suallar düşür. Bir daha deyirəm, yəni MHP'si-də konsolidasiya hər imtahanda olacaq. Koçda isə hər imtahanda pul vəsaitinin hərəkəti haqqında hesabat olacaq, amma ikinci 10 ballıq sualımız sınaq balansı və ya maliyyə vəsaiti haqqında hesabatın hazırlanması ya o ya bu belə deyək. MHP'si-də ya pul vəsaiti ya bu sual sınaq balansından maliyyə vəsaiti haqqında hesabatın və mənfəət vəsaiti haqqında hesabatın hazırlanması. Kodda isə konsolidasiyanın yerinə sınaq balansının hazırlanması və maliyyə vəsaiti haqqında hesabatın sınaq balansının mənfəət vəsaiti haqqında hesabatın hazırlanması və ya maliyyə vəsaiti haqqında hesabatın hazırlanması. Deməli, bizim qarşımıza belə bir dövriyyə balansından bir alıntı veriləcək. Hər imtahanda fərqli qarşınıza çıxa bilər, əgər bu sualla qarşılaşacaqsınızsa. Əslində bu sual bizim bildiyimiz ikili qeydiyyatla əlaqədar olan suallardır və müəyyən düzəlişlər olur və həmən düzəlişlərlə əlaqədar biz hansı deməli necə hesablayacağıq, hansı vəziyyəti sərgiləyəcəyik, onlar haqqında danışacağıq. Deməli, bax, belə bir qarşınıza bir sınaq balansı çıxacaq. Sınaq balansı ilə əlaqədar aşağıda müəyyən qeydlər olacaq. Məsələn, bu qeydlərlə əlaqədar deməli, hesabat ilinin sonunda 31-12-2028 tarixində aşağıdakı əməliyyatlar dövriyyə balansında əks olunmayıb, belə bir qeyd düşəcək və bu qeydlər üzərində biz düzəliş eləyərək maliyyə vəsaiti haqqında hesabatı hazırlayacağıq. Yenə deyirəm, bu dövriyyə balansından alıntıdır. Dövriyyə balansının hamısı burada öz əksini tapmır. Yəni məlumatınız olsun. Deməli, burada da maliyyə vəsaiti haqqında hesabatı isə biz bunun əsasında hazırlayacağıq. Deməli, bunun qarşısında verilən ballar imtahanda qarşılaşasınız. Deməli, 1.5 bal, 1.5 bal bunların hamısının cəmi gəlib bizə 10 balı verəcək. Burada deməli aktiv öhdəlik, kapital bərabərliyi yer alır. Bir şeydə diqqətinizi cəlb etmək istəyirəm. Bax, ümumiyyətlə imtahanda biz maksimum şəkildə yəni diqqət edəcəyimiz nüans diqqətli olmalıyıq. Sualın oxunmasında və sualı tam başa düşməyimizə diqqətli olmalıyıq. Bizim əsas işimiz olur. Yəni sualı tam başa düşdükdən sonra isə başlayırıq həll etməyə. Burada bir məsələni deyim. Hansı ki 0.5 bal sizə verir, 0.25 bal sizə verir. Bilin ki, bu sadəcə təcrübəmlə deyirəm bunu. Burada olan müəyyən rəqəmi ora köçürməkdir. Başqa heç bir hesablama aparmadan əməliyyat etməkdir. Hansında ki, məsəl üçün, baxın, burada bölüşməmiş mənfəətdə 3 bal verir bizə. 3 bal o deməkdir ki, burada müəyyən əməliyyatlar aparacaq, müəyyən deməli hesablamalar aparacaq ki, bu da bizə daha çox bal verəcək. Sonra başqa bir şey deyim. Hər zaman imtahanda bax hesablama hissəsi olur. En çok edilen səhvlərdən də biri biz birbaşa olaraq götürürük, cavab yerinə cavabı yazırıq. Əgər cavab səhvdirsə, oradan namizəd heç bir bal ala bilmir. Amma nə etməliyik? Biz mütləq və mütləq bu deməli məbləğin, qiymətin hardan gəldiyini görmək üçün burada hesablama hissəsində qeyd etməliyik. Bu hesablamalar bizə ona görə verirlər. Əgər sizin burada müəyyən səhvləriniz olursa, ondan sonra Dövlət İmtahan Mərkəzinin ekspertləri deməli
buradan deməli lazım olan hissədən hesablama hissəsini axtarırlar. Çox üzr istəyirəm, mən Ağamir Əsgərov, Bakı Mühəndislik Universitetinin Maliyyə Mühasibat kafedrasının dosentiyəm bu arada. Özüm də mühasibat maliyyə sahəsində ekspertəm. Yəni, bu məlumatı da sizə vermiş olum. Deməli, başlayaq biz məsələmizi işləyək. Burada verilir qeyri-maddi aktivlərin dəyəri. Bilirsiniz ki, dövriyyə balansında qeyri-maddi aktivlərin dəyəri və onun aşağısında qeyri-maddi aktivlər üzrə yığılmış amortisasiya və qiymət düşmə zərərləri. Yəni biz bunun balans dəyərini tapmaq üçün mütləq qeyri-maddi aktivlər üzrə yığılmış amortisasiya və qiymətlərin düşmə zərərinin çıxmalıyıq. Və birinci olaraq başlayırıq qeyri-maddi aktivlər. Qeyri-maddi aktivlərin hesablama hissəsinə gəlirik. Deməli, buradakı rəqəm nədir? 253 min. Bura qeyd edirik 253 min. Mən burada hesablama şəklində verəcəm. 253 min çıxılsın nə? Bizim deməli sınaq balansında olan 38.500, hansı ki qeyri-maddi aktivlərin yığılmış amortisasiyası və qiymətdən düşmə zərərləri. Bunu buradan çıxırıq. 38.500 rəqəmi idi. Ay, əvvəldəki 253 min çıxılsın. 253 min çıxılsın. Bunu qoyaq bıraq. Yəni hələ hesablamırıq, çünki müəyyən əməliyyatlar eləyəcəyik. Deməli, biz birinci və ikincini qeyd etdik, düzdürmü? Bunun burada rəngində də müəyyən dəyişiklik yaparım ki, bunu götürdüyümüzü hiss edir. Sonra gəlir 111 torpaq dişli avadanlıqların dəyəri və eyni zamanda torpaq dişli avadanlıqlar üzrə yığılmış amortisasiya və qiymətdən düşmə zərərləri. Burada da biz 890 mindən 216.200-ü çıxmalıyıq ki, xalis balans dəyəri ilə maliyyə vəziyyəti haqqında hesabata verək. Deməli, nədir burada? 890 min. Bura qeyd edirik 890 min çıxılsın və 216.200. 216.200. Burada qalsın burada, çünki digər başqa əməliyyatlar da aparacağıq. Bunun da rəngində müəyyən dəyişiklik eləyək ki, bunu da köçürdük. Sonra bax, burada investisiya mülkiyyətidir, bioloji aktivlərdir. Bunların hamısını olduğu kimi gətirək bura. İnvestisiya mülkiyyətin rəqəmi nə qədər idi? 195 min qeyd edirik bura. Və bundan sonra bunun da rəngində müəyyən dəyişiklik yaparaq bioloji aktivlərdə 170 min manat var. Bunu da gətirdik bura. Bunları qeyd edəndən sonra axırda hesablama hissəsinə keçəcəyik. 170 min də burada qeyd etdik. Sonra gəldi mallar hesabı. 390 min bizim mal material ehtiyatımız var burada. Mal material ehtiyatına 290 min yazırıq. 300. Bu arada dostlar, bu katılımcılar çok olduğuna göre biz mikrofonu, yani səsləri bağlamaq məcburiyyətində ki, müəyyən səslərdə qarışmalar olmasın. Webinarın sonunda təxminən 10-15 dəqiqə sizə vaxt veriləcək ki, sualınız varsa sualınızı təqdim edəsiniz. Çünki mənim burada mövzular var, həmən mövzuları bərabər müzakirə edək. Ondan sonra nə suallarınız olsa suallarınızı qeyd edin, ən sonunda suallarınızı təqdim edərsiniz. Sonra 170 bini de biz qeyd etdik burada bioloji aktivlərdə. 170 bindən sonra var 390 min var. Biz orada bilərsiniz səhvən 390 min qeyd etmişik mal material ehtiyatına. Bunu 390 min edirik. Yenə bir daha qeyd edirəm. Mütləq bu hesablama hissəsinə oradakı rəqəmləri köçürün. Yəni aidiyyatı rəqəmləri köçürün ki, buradan mən biraz sonra məsələni bitirəndə bunu açıqlama verəcəm sizə. Oradan təxminən nə qədər ballar gəlir. Burada deməli debitor borclarımıza 281.300'dür. Bura qeyd edirik. Debitor borclarımızı tapırıq qısa müddətdə. 281.300'ü qeyd edirik bura. 281.300 tamamilə doğrudur. Deməli, bank hesablaşma hesabında bilirsiniz ki 223 nömrəli hesabdır. Burada biz gəlirik. Deməli bizim pul vəsaiti və ekvivalentlər var. Pul vəsaiti və ekvivalentlərin yerinə əgər kassa varsa, digər deməli pul vəsaiti və ekvivalentlərinə əlaqədar müəyyən rəqəmlər varsa, bunlar orada cəmləyə bilərik. 125 min bura qeyd edirik. Deməli, üzr istəyirəm. Pul vəsaiti və ekvivalentləri deməli 125 min. Bəli, bura 125 mini qeyd edirik. Bundan sonra isə deməli 125 minlə biz qiymətini dəyişdik burada. Sonra nizamnamə kapitalı. Bax, nizamnamə kapitalı görürsünüz. Burada 800 min qeyd edib nizamnamə kapitalı və nizamnamə kapitalın qabağında 0.25 yaz. Bu mənə avtomatik olaraq deyir ki, burada başqa bir rəqəm toplanmayacaq. Çünki 0.25 verilibsə demək ki, burada bizim başqa rəqəmə ehtiyac yoxdur. Amma yenə də mən hesablama hissəsinə yazıram ki, axırda qeydləri düzəldəndən sonra bunları cəmləyəcəm. Deməli, nizamnamə kapitalına 800 mini qeyd etdik. Bundan sonra var emissiya gəliri 251.300.
Baxaq görək balansda emissiya gəlir. Hə. 151.300-ü bura yazırıq. Yəqin ki gördünüz burada 0,25 var. Yəni bu hər zaman da belə olmur, amma imtahanda belə bir sual qarşısına çıxanda 0,25 aşağı bal verirsə, o deməkdir ki, burada başqa hesablama demək olar ki, yoxdur. Sadəcə oradakı rəqəmi bura köçürmək lazımdır. Nəsə vaxtınız azdır, artıq bitirməlisiniz və imtahan vaxtı azdır, nəsə bir şey yazmalısınız bağlı. O anda buna əgər vaxt çatdırmırsınızsa, tövsiyəm odur ki, həmən yerdən bizim 0,25 ballıq hissəni 2 dəqiqə texniki hə, e, deməli sonra 251 min emisiya gəlirində köçürtdük bura. Sonra bizim burada nəyimiz qaldı? Bunu da qeyd edirik. Emisiya gəlirin. Sonra gəldi hesabat dövrünün xalis mənfəəti. Hesabat dövrünün xalis mənfəəti, bir də diqqət edirsiniz, keçmiş illər üzrə bölüşməmiş mənfəət. Deməli, həm hesabat dövrünün xalis mənfəəti var, bu dövrə aid olan mənfəət. Dövrəyə balansda bu göstərilir. Bir də keçmiş illərin üzrə bölüşməmiş mənfəət və ya zərər. Eyni zamanda hesabat dövrü üzrə xalis mənfəət və ya zərər ola bilər. Burada göstərir ki, 250, 225 min və 470 min rəqəmləri var. Əlbəttə ki, bunların ikisini də biz cəmləyəcəyik. Gəldik bölüşməmiş mənfəət hissəsinə. Deməli, birinci götürürük 225 mini. 225 min qeydi. Kapital ehtiyatı burada sınav balansında kapital ehtiyatına əlaqədar hər hansı bir ayırmaları yoxdur. Kapital ehtiyatı hissəsində ona görə kapital ehtiyatı hissəsini biz burada elə sıfırda qoya bilərik və yaxud ki, rəqəm yazmayaq. 225 min bizim oldu. Deməli, hesabat dövrünün xalis mənfəəti və ya zərəri. Bunu da rəngini dəyişdirək. Sonra gəlir keçmiş illər üzrə bölüşməmiş mənfəət. Əlbəttə ki, 225 min üstünə biz 470 min manatı gəlirik. Bərabərdir 225 min üstə 470 min manat. Sonra qısa müddətli zəmanət öhdəlikləri. Qısa müddətli zəmanət öhdəliklərinə əlaqədar biz bilirik. Yəni buna əlaqədar müəyyən zəmanət öhdəliyi yaradıbsa 95.800 biz orada qeyd edirik hələ qısa müddətli zəmanət öhdəliyində. Qiymətləndirilmiş öhdəliyə aid məsələdir. Bunlar eyni hissədir. Deməli 95 min keçmiş illər 470 min qeyd etdik. Rəngini dəyişək. 95.800 biz qiymətləndirilmiş öhdəliyə qeyd edirik. Düz istəyirəm rəqəmə baxaq. 95.800. 95.800. Sonra gəldik ən son hansı rəqəm qaldı? Mal satan və podraçılara qısa müddətli kreditor borcları üçün 531 nömrəli hesabdır. 207.500 bu bizim kreditor borclarıdır. 207.500 buraya yazılır. Birinci dəqiqə. Hə, 207.500. 107.500. Mən sizə bir şey deyim, bax, ən azından biz burada başqa bir iş eləmədik də, düzdür. Buradakı rəqəmləri dövrəyə balansda maliyyə vəzifə haqqında hesabata köçürtdük. Sırf bunu köçürmək, başqa bir heç bir şey eləməsək, burada sizə bir şey deyim ki, məsəl üçün, buradan biz müəyyən ballar götürmüş olarıq. Deyəsən, biz burada investisiya mülkiyyətinə 0,75 və eyni zamanda bioloji aktivlərə də balları parçalayaq. Deməli, buradan ən azından bizim müəyyən ballarımız olacaq. Yəni hesablama hissəsi olmasa belə, ən azından bir 3-4 bal buradan toplamış oluruq. Yəni heç bir şey çox bir əməliyyat etmədi. Yəni qısa vaxt zərfində bunu edə bilərik. Sonra gələk indi hesabat dövrü sonunda. Deməli, hesabat dövrü bitib, amma bunlar dövrəyə balansda əks olmayıb. Məsələn, ya unudulub mühasib tərəfindən və yaxud da ki, müəyyən səhvlər olub. Və yaxud da ki, müəyyən düzəlişlər etmək istəyirlər ki, bunlar unudulur. Biz o zaman nə edirik? Tək-tək baxaq. Deməli, gəlir, deyir ki, belə bir qeyd var. Burada 6 bəndlik qeyd var. Biz bir-bir bu qeydlərimizə baxaq, görək qeydlər bizə nə edir. Hesabat dövrünün sonunda ehtiyatların mümkün xalis satış dəyəri 345 min azin olaraq qiymətləndirilmişdir. Əla. Biz bilirik ki, ehtiyatların dəyərinin ölçülməsində hər dövrün sonunda 2 sayılı standartın tələbi budur ki, biz ehtiyatların dəyərində müəyyən ölçmə aparaq. Əgər onun qiymətində aşağı düşmə varsa, mümkün xalis satış dəyəri. Əgər aşağıdırsa, mümkün xalis satış dəyərinin formalaşmasında hardan olduğunu biz bilirik. Mümkün xalis satış dəyəri ehtimal olunan satış qiyməti çıxılsın, ehtimal olunan tamamlanma qiyməti və ehtimal olunan deməli satış xərci. Bunları çıxandan sonra birbaşa bizə 345 min rəqəmi verdiyinə biz nə etməliyik? Deməli, dövriyyə balansında olan mal-material ehtiyatların 345 minə qədər azaltmalıyıq. Çünki mümkün xarici satış dəyəri və deməli
Bizə standart deyir ki, ilkin dəyərlə mümkün xalis satışların ən az olanı götürün. İndi biz baxaq görək burada bizim mal material ehtiyatlarımızın dəyəri nə qədərdir? Deməli, baxırıq ki, ehtiyatlarımızın dəyəri burada 390 min göstərir və sınaq balansımızda nədir? 345 min. Deməli, biz 45 min manat azaltmalıyıq ki, düzdürmü? 390 min çıxılsın 45 min. Yəni 45 min azaldandan sonra 345 minə gətiririk, düzdürmü? 345 min. 45 min azalmalıyıq. Bu azalma hissəsi də mənfəət və zərər haqqında biz mütləq və mütləq burada bölüşməmiş mənfəətdə xərc olaraq qeyd etməliyik. Çıxılsın 45 min. Çünki burada 45 min azaldırırsa ikinci bir tərəf buradan da azaltmalı ki, bizim balansımızdakı olan məlumatlar pozulmasın. Əgər sizə mənfəət və zərər haqqında hesabat soruşsaydı, orada da biz deməli mənfəətin içində maya dəyərindən azaltmalıydıq bunda və necə deyərlər, deməli ehtiyatları və bunu xərc olaraq tanımalıydıq. Sonra birincini biz həll etmiş olduq burada. 345 min manat deməli mümkün xarici satışların tanıdıq. 345 min manata endirdik. Növbəti addımımız isə burada müəssisə 31-12-2008 tarixində 38.800 AZM borclar üzrə məsrəflər torpaq tikili avadanlığının ilkin dəyərinə kapitallaşdırılmışdır. Biz MUBS 23-dən də bilirik. Bu arada mən sizə bir şey deyim. Borclar üzrə məsrəflər adətən kiçik və orta sahibkarlıq subyektləri üzrə deməli maliyyə hesabatı beynəlxalq standartı imtahanında düşmür. Çünki bu sadəcə 1 ballıq, 2 ballıq olaraq qarşısına çıxar. 5 ballıq sual borclar üzrə məsrəflərdən yoxdur. Yəni kiçik və orta sahibkarlıq subyektinin qazancı, daha doğrusu imtahan onlara biraz daha asandır. Bir neçə mövzu orada yoxdur. Eyni zamanda borclar üzrə məsrəflər mövzusu yoxdur. Ancaq MHP-si də bu düşə bilər. O da ki 23 saylı standartla tənzimlənir və bizə deyir ki, mövzuda 38.800 azin borclar üzrə məsrəfləri TT-nın ilkin dəyərinə kapitallaşdırmış. Deməli, biz səhvən torpaq iş avadanlıqları kapitallaşdırarkən 38.800 borc məsrəfində torpaq iş avadanlığının içərisinə əlavə eləmişik. Onda nə etməliyik? Torpaq iş avadanlıqlardan biz 38.800 rəqəmini çıxmalıyıq və eyni zamanda bölüşməmiş mənfəətdən də bu rəqəmi azaltmalıyıq. Gəlirik maliyyə vəzifə haqqında hesabatda torpaq tikili avadanlıqları tapırıq burada. Deməli TTA hissəsi bizim uzun müddət aktivlərdə olur. Uzun müddət aktivlərimiz biz buradan uzun müddət aktivləri köçürməmişik. Torpaq tikili avadanlıqlar. Bura qeyd etmişik. Nə qədər dedik? Borclar üzrə məsələlərdə azaltmalıyıq. Deməli 38.800. Deməli bura qeyd edirik ki, çıxılsın 38.800. Eyni zamanda bunun bölüşməmiş mənfəətdən də çıxılsın 38.800 qeyd edirik. Rəqəmlərə siz də baxın, çünki bu rəqəmlərdə müəyyən yanlış etməməliyik, bilirsiniz. Bunu biraz böyüdək, çünki bölüşməmiş mənfəət bizim istər-istəməz biraz daha çox. Çünki sonunda əgər səhv etsək, balansımız düzgün alınmaz. 38.800-də torpaq iş avadanlıqların, yəni bir daha baxıram, məsrəfi dəyərinə kapitallaşdırılmışdır. Yəni səhvən kapitallaşdırıbsa, biz geri çıxartmalıyıq və hər ikisindən çıxartdıq. Eyni zamanda bölüşməmiş mənfəətdə əgər borclar üzrə məsrəflər mal material ehtiyatlarında tanınmırsa, daha doğrusu TTA-da tanınmırsa, yəni uzun müddət aktiv olsun, biz onu bilirik ki, tanınmırsa o zaman biz nə etməliyik? Biz bunu bölüşməmiş mənfəətə xərc olaraq yazmalıyıq və buradan da çıxmalıyıq. Sonra növbəti qeydimiz burada nədir? Üçüncü qeyd bizə nə deyir? Müəssisə investisiya mülkiyyətini ədalətli dəyərlə ölçür. Əla. Biz bilirik ki, investisiya mülkiyyəti ölçülmədən, tanınmadan sonraki ölçülmədə ya ədalətli dəyərlə ölçülə bilər və yaxud da ki, ilkin dəyərlə ölçülə bilər. Düzdürmü? Burada bir ədalət dəyəri ölçülür. Ədalət dəyərlə ölçülürsə, hesabat dövrü sonunda investisiya mülkiyyətinin ədalət dəyəri 145 min AZN olaraq göstərir. Yəni 145 min AZN əgər biz bilirik ki, burada ədalətli dəyər, onun ilkin dəyərində bir artma halı varsa, daha doğrusu əvvəlki balans dəyərində artma halı varsa, biz bunu mənfəət və zərər haqqında hesabatda gəlir olaraq tanımalıyıq. Yəni burada da bölüşməmiş mənfəətin üzərinə gəlməliyik. Çünki bölüşməmiş mənfəət və zərər haqqında hesabatdan gələn rəqəmlərdir. Demək, baxırıq biz nəyə? İnvestisiya mülkiyyətinə görə. İnvestisiya mülkiyyətinin dəyəri nə qədərdir? İnvestisiya mülkiyyətinin dəyəri 195 mindir. Deməli, ədalət dəyəri 145 min olduğuna görə biz nə etməliyik? Buradan 145 minə qədər azaltmalıyıq. 195 mindən 145 minə qədər azaltmalıyıqsa 50 min çıxmalıyıq, düzdürmü? 50 min çıxanda bəli 145 min qalır. Eyni zamanda biz bölüşməmiş mənfəəti də bunu xərc olaraq yazmalıyıq. Çıxılsın 50 min. Çünki avtomatik olaraq əgər azaldırıqsa, deməli investisiya mülkiyyətinin bölüşməmiş mənfəətindən də bu rəqəmi azaltmalıyıq.
Biz burada bir boşluk koyaq ki, rəqəmlər aşağı düşsün. Hı, biz bunu aşağı etdik. Belə. Sonra 50 min burada azaltdıq. Hansı rəqəm idi? Hə, investisiya mülkiyyətində. Sonra davam edirik. Üçüncü hissəsində, qeyd hissəsində keçdik. Sonra gəldik dördüncü qeyd hissəsinə. Dördüncü qeyd hissəsində bizə nə deyir? Deyir 31-12-2008 tarixində alınan 100 min azin üzüm tənəyi bioloji aktiv kimi uçurub alınıb. Yəni səhv ediblər. Bioloji aktivə nə ediblər? 100 min manat üzüm tənəyini qeyd edirlər və burada o zaman nə etməli? Üzüm tənəyi bir ildən daha uzun müddətə bar verir. Biz bunu bioloji aktivlərdən çıxartmalıyıq, atmalıyıq uzun müddətli aktivlərə. Bioloji aktivlərimiz nə qədərdir? Deməli biz 100 mini, bu 100 min rəqəmi bioloji aktivlərdən azaltmalıyıq. Çünki səhvən burada 100 min artıq olaraq qeyd edib. Çıxılsın 100 min və eyni zamanda 100 mini buradan çıxartdıq. Nə edirik? Hara atırıq bunu? Uzun müddətli aktivlərə. Çünki bir ildən daha uzun müddətə bar verən bu bilirik ki, 41 sayılı standartla tənzimlənir. Deməli uzun müddətli aktivlərimiz bizim hamı. Hə, buraya əlavə edirik nə qədər? 100 min. Plus 100 min oldu. Bəli. 100 mini bura qeyd etdik. Biz buna da bir aşağı keçmə işarəsi verək. Sonra nə qaldı burada? Deməli, iki qeydimiz hələ var. Deməli, deyir ki, hesabat dövrü sonunda qısa müddətli, deməli, hesabat dövrünün sonunda qısa müddətli zəmanət öhdəlikləri 50 min azin olaraq hesablanmışdır. Deməli, qısa müddətli öhdəliklər bizim MUBS 38 ilə bilirsiniz ki, qiymətləndirilmiş öhdəlik, şərt öhdəlik və şərt aktivdir. Bu 38 sayılı standartla tənzimlənir və burada deyir ki, 50 min manat olaraq qiymətləndirilmişdir. Amma bizim maliyyə və haqqında hesabatda nə qədər də qısa müddətli qiymətləndirilmiş öhdəliklərimiz. Biz buna baxırıq. Qiymətləndirilmiş öhdəliklərimiz 95.800-dür, amma 50 minə endirməliyik. Yəni 50 minə endirmək üçün bundan nə qədər çıxmalıyıq? Çıxırıq biz buradan, deməli 95 min üzr istəyirəm. 95.800-dən 50 minə gətirməliyik. 95.800-dən çıxılsın 45.800. Biz bilirik ki, qiymətləndirilmiş öhdəliklərin deməli ikili qeydiyyatı bir tərəfində qiymətləndirilmiş öhdəlik olanda digər tərəfində xərc maddəsidir. Eyni zamanda biz 45.800-ü nə etməliyik? Bölüşməmiş mənfəətə əlavə etməliyik. Çıxılsın 45.800-ü bura qeyd etdik. Sonra nə edirik? Gəldik 31.04.2008-də qısa müddətli kreditor borcları məbləği içində. Burada da deməli bizim xaricdən dollar şəklində bir borcumuz var. Burada da qeyddə onu bizə deyir. Dollar şəklində bir borcumuz varsa, deməli borc yaranan tarixdə bizim dolların kursu olub 1.7. 31.04 tarixində borcumuz formalaşıb. Amma biz bilirik ki, 21'e görə, yəni 21 sayılı standarta görə deməli xarici valyutanın dəyişmələrində olan təsirlərinə baxırıq və burada deməli 1.65'dən nə qədər azalmış olur? 1.7'dən 1.65 azalır və kreditor borcları biz dövrün sonunda yenidən qiymətləndirməliyik və dəyəri görək məzənnəylər nə qədərdir. Çünki dollar şəklində borcumuz olduğuna görə deməli dəyərində bərabərdir 1.7 çıxılsın 1.65 nə qədərdir? 0.05. Bunu da 150 minə vurduğumuz zaman burada 150 min qeyd eləyək. Bizim dollar olaraq borcumuz 150 mindir. Düzdürmü? Bərabərdir. Bu vurulsun 150 minə və nəticə etibarilə 7500 manatlıq biz deməli, nə etməliyik? Dəyərində düşmə var. 1.7'dən 1.65'e düşdüyünə görə bizim qarşı tərəf olan borcumuz azalıb. Yəni manat qarşılığında borcumuz azalıb. 7500 biz nə etməliyik? Kreditor borclardan azaltmalıyıq. Və eyni zamanda kreditor borclardan azaldırırsa bunu gəlir olaraq yazmalıyıq. Maliyyə vəziri haqqında hesabatda deməli gəldik kreditor borclarda 7500 üzərinə gəlirik, üzr istəyirəm, azaldırıq. Kreditor borclarımız bizim buradadır. Deməli qısa müddətli kreditor borclarımız 207 min.
çıxılsın 7500. 7500 hara biz qeyd edirik. Çünki bizim məzənin fərqindən deməli bizim qazancımız olduğuna görə üzərinə gəldi 7500. Bir tərəfindən azaltdıq, digər tərəfin üzərinə gəldik. Deməli 45800, 45800. Hə. Sonra davam edirik dostlar. Bitdi. Bizim deməli bununla əlaqədar bütün əməliyyatları etdik. İndi baxaq görək. Burada artıq hesablama hissəsinə gəlirik. Bunu kopyalayırıq. Kontrol kopi. Sonra bunu kopyalayırıq. Kontrol kopi. Bərabərdir bu. Sonra bunlar olduğu kimi gətiririk sona. Burada heç bir bərabər işarəsi ehtiyac yoxdur. Sonra 80'ini de getirdiği bura. Rəqəmləri getirdik mi? Burada səhv bir hissədir. Bax, burada səhv etmişik. 45.800'ü biz buradan qısa müddətli öhdəlikdən azalmışıqsa, bunu üzərinə gəlməliyik. 48.000, üzr istəyirəm. 45.800. Balansımızda düz. Ben yazandan sonra onu gördüm. Dedim burada deyərəm. Çünki qiymətlənmiş öhdəlikdə əgər azalma varsa, artma varsa xərcdir, azalma varsa gəlirdir. Bölüşmüş mənfəətə gəlir olaraq qeyd edilir. 48.800. Bu bizim məsələni həll etdik. Deməli, burada nələrə diqqət edirik? Bax, indi mən sizə acizə bir sonda nələrə baxmalıyıq, onu bir daha diqqətinizi cəlb edeyim. Bax, görürsünüzmü? Mən birbaşa 214.500 yazsaydım və bu səhv olsaydı mənə buradan bal verməyəcəkdi. Əgər mənim 38.500 rəqəm səhvdirsə, 353 min düzürsə, 253 minə 0.25 və 38.500-ə 0.25 verilir. 153 minə bura qeyd etdiyimə görə mənim avtomatik buradan 0.25 balım oldu. Yəni 0.5 getdi, əvəzində 0.25 bal gəldi. Halbuki rəqəm səhv olsa da. Bölüşməmiş mənfəəti kənarda hesablayıb 614.500 yazsaydım, mən sıfır alacaqdım. Amma bu rəqəmləri yazdığıma görə birində və ya ikisində bax, gördünüz mü, mən 45.800'ə səhv etmişdim. Mənfi müsbət işarəsinə görə səhv etmişdim və orada mən uzaq başı 0.25 bal itirəcəkdim. Deməli burada 3, 6, 7 dənədirsə təxminən 0.25 bunun ən əhəmiyyətli olan hissəsində yəqin ki 0.5 verirlər. Mənim burada ən çox itirəcəyim bal 0.5 idi. Rəqəm səhv olsa belə 2.5 bal alacaq idim. Və nəticə etibarilə 10 ballıqdan heç olmasa bu hesablama hissəsi olduğuna görə mən səhv eləsəm belə 5-6 bal, 4 bal, yəni rəqəmlərə görə dəyişə bilər, bal əldə etmək olardı. Bu bizim bir 10 ballıq sualımız oldu. Deməli, sınav balansından maliyyə və haqqında hesabatın hazırlanması. Bunu hazırladım. Yəni imtahanlarda da az əvvəl qeyd etdiyim kimi 50-50-yə bunun düşmə şansı var. Həm deməli bunun maliyyə vəzifə haqqında və maliyyə vəzifə haqqında hesabat və mənfəət vəzifə haqqında hesabata düzəliş məsələləri ola bilər. Yəni, ən azından bilmiş olun ki, bizim 50-50-yə şansımız var. Növbəti mövzumuz, mən bu mövzuya diqqət çəkmək istəyirəm. Niyə görə bu mövzuya? Mənfəət vericisi mövzusuna diqqət çəkməkdə məqsədim. Çünki bizim davamlı olaraq, yəni özümüz hər zaman biz burada səhv edirik. Yəni diqqətsiz eləyirik. Əslində bu mövzunu bilirik, amma diqqətsiz eləyirik. Mənfəət vericisi. Mənfəət vericisi mövzusu nədir? Mənfəət vericisi mövzusunun əsas məqsədi bizim təxirə salmış deməli verici öhdəliyi təxirə salmış verici aktiv məsələsidir ki, bu da nəticə etibarilə ya xərc ya gəlir olaraq qarşımıza çıxır.
Deməli, maliyyə vəzifə haqqında hesabatda biz bunu tez-tez görürük. Yəni hesabatlarda görürük. Buna görə müvəqqəti fərqlərdən formalaşan bir deməli təxirə salınmış vergi öhdəliyi və ya təxirə salınmış vergi aktivi olur. Yəni indi biz bu mövzunu işləməyə başlayaq. Deməli, bizdə birinci mən az əvvəl qeyd etmişdim, bir daha da qeyd edirəm. Hər zaman bunun təlimlərdə bunun üzərində israrla dururam. Dostlar, kollegalar, hər zaman bax bizim diqqət çəkəcəyimiz nüans sualı başa düşməkdir. Sual bizə nə deyir? Sualı diqqətlə oxumaqdır və həmən yerlərə də qeydlərimizi götürməkdir. Ya altından xətt çəkək, ya kağızda bir yerə qeyd edək. Məsələn, AT müəssisəsinin 01.01.2005 tarixində bitən hesabat dövrü üzrə maliyyə və haqqında hesabatda təxirə salınmış vergi mövcud deyil. Super. Yəni, təxirə salınmış vergi mövcud deyilsə, mən mütləq bunun altını qaralayacağam. Çünki bu hissə diqqətimi çəkir. Yəni dövrün ən sonunda biz deməli gəlir hissəsini hesablayanda, təxirə salınmış hissəsini hesablayanda burada bilirik ki, deməli təxirə salınmış vericini qeyd etməliyik, yoxsa yox. Ən sonunda hesablamamız lazımdır. Bu arada mən sizə başqa bir nüansı da xatırladım. İmtahanda bilirik ki, vaxta da diqqətlə, yəni düzgün necə deyirlər, istifadə etməliyik. Vaxta düzgün istifadə etməməkdən hər kəs deməli etirazın bildirir ki, bizim vaxt çatmadı və vaxtımız az oldu. Yəni, biz vaxtımızı düzgün nizamlasaq vaxtımız çatır. Bilin ki, iki dənə 10 ballıq suala bir yerdə 50 dəqiqə vaxt verir, 45-50 dəqiqə vaxt verir. Yəni bu simvolik olaraq deyirəm. Yəni ola bilsin məsələn pul vəsait nəşri haqqında hesabat düşdü və bu hesabat düşdü. Mən düzdür, yavaş-yavaş bunu izah etdim, amma bunu biz çox rahat 10-15 dəqiqə həll edə bilərik. Yəni bizim buradan 10 dəqiqə vaxtımız ola bilər. Mənfəət vergisində müəyyən vaxtımız gedə bilər. Məsələn, digər imtahanlarda 10 ballıq, 5 ballıq suallarda isə bizim təxminən nəzərdə tutulan 8-5 ballıq sualın hər birinə 10 dəqiqə deməli vaxta ehtiyacımız var. İndi sual bizə nə deyir? Deməli, təxirə salınmış vergi öhdəliyi yoxdur. Bura qeyd edilir ki, bu mənim hesablama hissəsində göstərmişdim. Bunu ən sonda göstərərəm. Burada deməli, nəzərdə tutulan hesablama kağızın arxasına yatırımda dursun. Biz burada öz hesablamamızı başlayaq. Birinci mənə deyir ki, təxirə salınmış vergi mövcud deyil. Yəni, təxirə salınmış vergi 0,4-ün əvvəlinə buna görə qeyd etməyimə ehtiyac yoxdur. Sonra deyir ki, biz bilirik ki, burada daimi fərqlər yox, deməli müvəqqəti deməli fərqlərə baxırıq ki, müvəqqəti fərqlər dövrü bir neçə müddətdən sonra gəlir bir-birinə bərabər olur. Amma daimi fərqlərdə isə bu bərabərlik olmadığına görə daimi fərqləri biz təxirə salınmış vergi öhdəliyi və təxirə salınmış vergi aktində tanımırıq. Bundan sonra deməli ikinci üç dənə qeyd var. Qeydlərə diqqətlə baxmalıyıq. Mən özüm biraz bunu mürəkkəbləşdirmişəm ki, hər tərəfinə diqqətinizi cəlb edeyim. Deməli, müəssisə 01.07.2005 tarixində ilkin dəyəri 2.500.000 manat olan tikilini satın almışdır. Tikilinin faydalı istifadə müddəti 10 il, ləğv etmə xərci 0, yəni bunu da qeyd eləyə bax, ləğv etmə xərci. Çünki mənim üçün artıq bir əhəmiyyət kəsb eləmə deyirlər, qeyd eləməmişəm. Amma birinci 0 deyirsə artıq bunun dövrün sonuna qalığı yoxdur. Birbaşa 2.500.000 üzərində hesablayacaq. Müəssisə tikili üçün düz xətt metodunu tətbiq edir. Düz xətt metodu mənim üçün çox vacibdir. Çünki amortisasiya hansı metodu istifadə edilir, maliyyə usuluna görə bilirik ki, 3 metodumuz var. Hər hansı birini istifadə edə bilərik. Vergi ton baxımından tikili 20% azalan qalıq metodu ilə amortisasiya edilir. Bu artıq mənə deməli vergiyə görə necə hesablanır onu da göstərmiş olur. Və müəssisənin fəaliyyət göstərdiyi ölkənin vergi qanun-vericiliyə əsasən avadanlığın vergi tutum məqsədləri üçün hesabat dövrünün hansı tarixdən alınmağından asılı olmayaraq tam amortisasiya edilir. Hə, biz bunu bilirik ki, maliyyə usuluna görə maliyyə usulunda uzun müddətli aktivimiz istifadəyə hazır olduğu andan etibarən amortisasiya hesablamağa başlayırıq. Amma vergi tutumu baxımından isə elə deyil. Vergi tutumu baxımından əgər biz dekabrda alsaq, bir illik tam amortisasiya edəcəyik. Noyabrda da alsaq, bir illik tam amortisasiya edəcəyik. Hansı ayda alınmağından asılı olmayaraq o ilə düşürsə, bir illik tam amortisasiya edəcəyik. Burada da istəsəməz müəyyən fərqlər yaranır. Biz birinci deməli, burada olan qeydləri yazaq bura. Birinci bizə nə deyir? Tikili. Deməli, buraya qeyd edirik, avadanlıq yox, tikilinin ilkin dəyəri. Nə qədər? 2.500.000. Düzdürmü? 2.500.000 verir, tikilinin ilkin dəyəri və bunu da görmüş olun. Tarix nə vaxtı? 01.07 alınma tarixi. 07 2000 deməli 45.
Bunu da qarşısına yazaram ki, mənim gözümün qarşısında olsun. Deməli 01.07 2005 saldı. Faydalı istifadə müddəti 10 ildir. FİMə qeyd edirəm 10 il. Düzdürmü? Ayda məsələn maliyyə ücreti baxımından bir də ki, burada neçə ay göstərilir? 01.07. 01.07 deməli mən buna nə qədər amortisasiya hesablamalıyam? 6 ay gedib 6 ay amortisasiya hesablamalıyam. Buraya yazıram. Bunu qeyd edirəm. İl, bunu yazıram. 6 6 qarşısına ay qeyd eləyəcəm. Deməli vergi baxımından amortisasiya norması bizə verir 20%. Düzdürmü? Ee, Ne indirik? İndi gəlirik birinci hissəni işləyək. Artıq biz tapmışıq birinci hissəni. Başqa burada qeyd yoxdur. Biz tapmalıyıq ki, aralarındakı fərq nə qədərdir? Yəni maliyyə sotunu, amortisasiya xərci maliyyə sotuna görə necə hesablayırıq? Bərabərdir. 2 milyon 500-dən çıxmalıyıq ləğv etmə xərcini. Ləğv etmə xərci sıfır olduğuna görə bölürük ona. Bir illik amortisasiya xərcini tapırıq. Bölürük 12-yə, vururuq 6-ya. Və tapdıq ki, bunun amortisasiya xərci maliyyə vüsutuna görə 125 min manatdır. Vergi vüsutuna görə necə hesablayırıq? 2 milyon 500 mini vururuq 20%-ə. Düzdürmü? İlkin dəyərə vurulmaqla tapılır. 10 il deməli 2 milyon 500-dən biz sonra 500 mini çıxacağıq və amortisasiya indi bu gələk balans dəyərini tapaq. Vergi bax maliyyə vüsutu baxımından bir dəqiqə balans dəyəri vergi bazası. Balans dəyərini tapaq bərabərdir. 2 milyon 500 min çıxılsın 125 min. Biz deməli dişilinin balans dəyərini tapmış olduq. Maliyyə vüsutu baxımından, vergi vüsutu baxımından isə 2 milyon 500 min çıxılsın 500 min. Gəlin bunu biz bura avtomatik qeyd eləyək. Deməli mənfəət vergisini sizə göstərəcəm 30% idi. Deməli dişinin balans dəyəri nə qədər oldu? Maliyyə vüsutu baxımından 2 milyon 375 min. Və vergi baxımından nə qədər idi? 2 milyon, düzdürmü? Aralarındakı müvəqqəti fərqimiz nə qədər elədi? Müvəqqəti fərqimiz bərabərdir. Bu çıxılsın 2 milyon. Müvəqqəti fərqimiz 375 mindir. Və bu 375 min rəqəmin biz nə edirik? Bizə bax burada bir məsələ də deyir. Hər zaman buna diqqətli olmalıyıq. Ən sonda deyəcək. Deməli, bunu qaralayım. Deyir ki, AT müəssisəsi fəaliyyət göstərdiyi ölkənin vergi qanunvericiliyinə görə mənfəət vergisi dərəcəsi 30%-dir. Hər ölkəyə görə dəyişə bilər. Adətən Azərbaycanda bu 20%-dir, bilirik biz bunu, mənfəət vergisi. Amma o ölkənin qanunvericiliyinə görə 30%-sə aradakı fərqlərə baxmalıyıq. Deməli, bura 375 binin biz nəyin yazmalıyıq? Bu vurulsun 0.3. Vergi baxımından nə qədər fərq verdi? 125 min. Bu bizim üçün təxirə salınmış vergi aktidir, yoxsa təxirə salınmış vergi öhdəlidir? Burada biz nəyə baxırıq dostlar? Burada biz baxmalıyıq 2 milyon 375 min. Deməli, biz bilirik ki, aktiv əgər maliyyə vüsutu baxımından vergi bazasından böyüdürsə, o zaman təxirə salınmış vergi öhdəliyidir. Təxirə salınmış vergi öhdəliyidir. Buna təxirə salınmış vergi öhdəliyi olaraq qeyd edirik qarşısına. Sonra növbəti sual gəldik. Bu sualın 1/3-ünü həll eləmiş olduq biz. Sonra bu arada imtahanda hansı hissəniz sizə qeyd edilibsə, həmin hissədə hesablamanızı aparmalısınız. Sonra gəldik 31-12-2005 tarixində ikinci qeyd. Birinci qeydi bitirdik. Bunu həll etmiş olduq. 31-12-2005 tarixində hesabat dövrünün sonunda 450 min azın debitor borcu mövcuddur. Biz bura deməli debitor borcu bura qeyd edək. Nə qədərdir bizim debitor borcumuz? Bir daha baxaq 450 bin manat. Və eyni zamanda bu debitor borcuna müəssəb 5% şübhəli borcları qarşılamaq üçün ehtiyat ayırmışdır. Yəni biz 5% buradan ehtiyat ayırmalıyıq. O zaman nə baş verir? Bilir ki, debitor borclar, vergi qanunvericiliyinə əsasən şübhəli borclar yalnız silinəndə gəlirdən çıxılan xərc kimi tanınır. Başqa halda gəlirdən çıxılan xərc kimi tanınmır. Bu vergi baxımındandır. Amma maliyyə baxımından isə biz bunu gəlirdən çıxılan xərc kimi tanıya bilirik. O zaman 450-dən biz 5% çıxırıq. Ümidsiz borc 10% qeyd eləmişəm. Bunu 5% olaraq qeyd edeyim. Ümidsiz deyir, bu şübhəli borcdur. Üzr istəyirəm. Şüpheli borç.
Burada qeyd edirik 5%. Deyirsiniz ki, müəllim, bəs bizim 10 dəqiqə vaxt deyirsiniz. Mən sadəcə izah edeyim bunu hesabıma görə. Buradan deməli müəyyən vaxt itkimiz daha çox olur. Vurulsun 5 faizə. Deməli nə qədər debitor borcumuz qalmış olur? Bərabərdir. 450-nə çıxılsın 22.500. 427.500 ama verici bakımından ise bizim 450'nin debitor borcumuz var. Ve burası sıfırdı zaten çünkü bunu hesaplamır beraberdir. 450'nin özün yazdığı bura. Geldi ikinci ise debitor borcun balans değeri ne kadardır? 427.500. Verici bazasına göre debitor borcumuz ne kadardır? 450.000. Burada ne yaranmış oldu? Beraberdir. 450'nin çıkılsın. 427.500. Fərqimiz oldu 22.500. Burada baxırıq ki, bu bundan daha böyüdür. Eğer debitor bu yəni aktif verici bazası eğer balans değerinden böyüdürsə, o zaman bizim təxirə salınmış verici aktivimiz yaranır. Təxirə salınmış, təxirə salınmış verici aktivimiz yaranmış olur və bərabərdir 22.500'ün 30%. Çünki həmən dövr ölçənin qanunvericiliyinə görə mənfəət vericisi 30%'dir. Bu bizim oldu ikinci fərqimiz. Bunu da tapmış olduq. Misalın gələk üçüncü hissəsinə baxaq. Misalın üçüncü hissəsində bizi nə gözləyir? Deməli, Qeyd 3. Müəssisə 01.01.2005 tarixində ilkin dəyəri 1.800.000 olan bina əldə etmişdir. İndi gələk biz binamızın ilkin dəyəri 1.800.000 qeyd eləyək bura. 1.800.000. Sonra bina müəssisə tərəfindən əməliyyat icarəsi məqsədilə saxlanılır. Əməliyyat icarəsi məqsədilə saxlanılır nə deməkdir dostlar? Burada bizə nə demək istəyir? Çünki məsələdə verilən hər bir sualın, hər bir cümlənin, hər bir sözün öz əhəmiyyəti var. Yəni mənə deyir ki, müəssisə 1.800 bina əldə etdi, müəssisə icarə məqsədi ilə saxlanılır. Biz bilirik ki, müəssisə əgər alınan bina kapitalın artırılması və ya icarəyə vermə məqsədilə saxlanılırsa, o zaman bu investisiya mülkiyyətidir. Yəni investisiya mülkiyyətinin belə deyək, əhatə dairəsinə daxil olmuş olur və biz onu və bizə başqa bir qeyd deyir və deyir ədalətli dəyər metodu əsasında aparılır. Gözəl. Ədalət dəyər metodu arasında aparılırsa, o zaman biz nə edəcəyik? Ədalət dəyərini ölçəcəyik. Deməli 1.800 bura qeyd etdik və ədalətli dəyəri nə qədərdir dostlar? Çünki burada azalma var. Ədalət dəyəri bax 1.400.000 oldu. Biz bunu qeyd edirik. Ədalət dəyərin 1.400.000'i 1.400.000'i ondan sonra film nə verir? Faydalı istifadə müddətinə də baxacağım. Faydalı istifadə müddəti 10 il. Qeyd eləyəcəm. Sonra bizə burada başqa nə verir? Deməli, vericitmə baxımından isə amortisasiya xərci 7%'dir. Atılan qalıq metodunu tətbiq edir. Bunu da biz bura qeyd etmiş olacaq. Dostlar, bir şey unutmayaq. Deməli, ədalətli dəyər metodunda nə olmağından asılı olmayaraq deməli, ədalət dəyər metodu varsa, biz bilirik ki, burada amortisasiya xərci hesablanmır. Sadəcə qiymətdən düşmə və ya qiymətdən artılan mənfəət və zərər haqqında hesabatda tanınır. Biz burada əsas mənfəət verici biz fərqlərə baxmalıyıq. Ona görə biz nə edirik? Deməli, gəldik, üzr istəyirəm, binanın ilkin dəyəri 1.800.000'dir. Ədalət dəyəri 1.400.000. Deməli, balans dəyəri nə qədər olub? 1.400.000'ə qədər azaldıq. Buraya yazırıq binaya. Balans değeri 1.400.000. Çünkü biz balans değerini ölçməliyik. Üzr istəyirəm, ədalət değerini ölçməliyik. Deməli burada 400.000 azalma oldu. 400.000 azalandan sonra balans değeri gəldi düşdü 1.400.000'ə. Bunu deməli sonra nə oldu? Verici bazasına görə nə qədərdir? Verici bazasına görə faydalı istifadə 10 ildir. Azalan qalıq metodunun hesablandığına görə 1.800.000'i 7%'ə vuracaq. Deməli amortisasiya xərci vericitmə baxımından deməli, bura qeyd edilmir. Amortisasiya olunmur. Amortizasiya. Bu nəyindir amortisasiya olunmur? Çünki ədalət dəyəri metodunda maliyyə üsuluna görə amortisasiya olunmur. Birbaşa binanın balans dəyəri 1.400.000 olaraq qeyd edilir. Amma burada isə amortisasiya olunur. Necə? Deməli 1.800.000 vurulsun 7%.
Bu bizim etdi amortisasiya xərcimiz bərabərdir. Balans dəyərini tapmaq üçün 1 milyon 800 mindən 1 milyon 260 mini 126 mini çıxırıq və 1 milyon 676 min bizim nəyimiz oldu? 674 min bizim oldu balans dəyəri verici tutma baxımından. İndi biz bunu yerləşdirdik hara? Öz qrafikimizə. Verici tutma baxımından nə qədər verdi? 1 milyon 674 min fərqi nə qədər etdi? Burada mənfi müsbətə biz baxmırıq. Adətən bundan çıxırıq bunu. Fərqimiz oldu 274 min. Və 274 mini biz 30 faizi 274 minə vururuq. Elədi 822 min 82 min 200. Bu nədir? Binadır, yəni aktivdir. Aktivin vergi tutma bazası balans dəyərindən böyüdürsə, bu bizim təxirə salınmış vergi aktividir, yoxsa təxirə salınmış vergi öhdəliyi. Biz bilirik ki, əgər vergi bazası balans dəyərindən böyüdürsə, bizim üçün təxirə salınmış vergi aktiv olaraq qeyd edirik. Məsələmizi biz əslində bitirdik. Amma mən bunun cavab yazılma hissəsinə. Bura qədər həll elədiksə normalda biz tam balımızı almalıyıq. Amma sual bizdən fərqli şeylər soruşur. Baxın nə soruşur. Deyir ki, sual 1. Deyir, AT müəssisəsi 31-12-2005 tarixə bina ilə əlaqəli təxirə salınmış vergi məbləğini hesablayın və təxirə salınmış vergi aktivi və təxirə salınmış vergi öhdəliyi olduğunu qeyd edin. Yəni, təxirə salınmış vergi aktivi və yaxud təxirə salınmış vergi öhdəliyi sözünü mən yazmasam, orada mənim ən azı hər suala görə 0,25 və ya 0,5 balım gedəcək. Yəni, normalda mən məsələni bilirəm, amma nəticə etibarilə mən nə edirəm? Burada mütləq təxirə salınmış deməli, təxirə salınmış vergi aktivi və ya təxirə salınmış vergi öhdəliyini qeyd etməliyəm. Gəlirəm, burada qeyd edirəm sual 1. Yəni, məndən soruşur, sual 1. Bura nə qeyd etməliyəm? 4 dənədir, düzdürmü? Cavabı bura yazıram nəyi? Bina ilə əlaqədar məndən nəyi soruşur? Deməli, bina ilə əlaqədar təxirə salınmış vergi öhdəliyi və təxirə salınmış vergi aktivinin məbləği. Biz nə qədər hesabladıq? 112.500. Yox, bina ilə əlaqədar soruşursa, bina üçüncüdür bizdə. Bina vergi məbləği biz burada qeyd etməmişik. Birinci bizdə avadanlıqdır. Deməli, bura tikili qeyd eləməliyik, bina deyil. Bunu rəngin bold eləyək. İkinci bizdə verir nəyi? Həllində debitor borc, ikincidə debitor borcu tarixə, debitor borcla əlaqədar debitor borcu bura ikincidə qeyd edirik. Üçüncüdə isə üçüncü bizdən nə soruşur? Deməli, üçüncü nəyi hesabladıq? Binanı. Üçüncüdə binanı qeyd eləyəcəyik tarixə. Sualda müəyyən dəyişiklik etmişəm. Ona görə burada qeyd etməmişəm. Sizə çaşqınlıq yaradılmasın. Bunu bold eləyirik bina ilə əlaqədar. Deməli, biz birinci tikili qeyd etməliyik, düzdürmü? Buraya yazaq sual 2, sual 3, sual 4. Deməli, sual 1-də məbləğ nə qədərdir? Bərabərdir 112.500. Və eyni zamanda mütləq cavab yerinə təxirə salınmış vergi öhdəliyi və vergi aktivi olduğunu qeyd etməliyik. Birinci cavabı yazdıqsa bizim artıq burada neçə balımız var? 2 balımız var. Gəldik ikinci hissəyə. Borcla, şübhəli borclarla əlaqədar debitor borclarla əlaqədar məndən soruş. İkinci debitor borcu biz hesablamışdıq. İstəyirəm tərim silim. Debitor borcumuza tapmışıq 6750 bərabərdir. 6750
Eyni zamanda mütləq və mütləq əgər bizdən təxirə salınmış verici aktiv və ya təxirə salınmış verici öhdəlik soruşulsa qeyd etməliyik. Çünki orada yoxsa biz bal itirdik. Əgər təxirə salınmış verici aktiv əvəzinə aktiv yazsaq da bal itirməyəcəyik. Və yaxud təxirə salınmış verici öhdəlik əvəzinə öhdəlik yazsaq da bal itirməyəcəyik. Amma təxirə salınmış verici öhdəlik aktiv olduğunu düzgün qeyd edilir. Üçüncü bizdən nəyi soruşur? Üçüncü bizə bina ilə əlaqədar təxirə salınmış verici aktiv və ya öhdəlik olduğunu soruşur. O da bərabərdir 82.200 və bərabərdir təxirə salınmış verici aktivi. Düzdürmü? Bunu da qeyd etdik. Dördüncü bizdən nə soruşur? Dördüncü bizə deyir ki, deməli, bir tane hesabat dövrüzə mənfəət nəzər haqqında hesabatda təxirə salınmış verici məbləğini hesablayın və gəlir və ya xərc olduğunu qeyd edin. Biz bunu T hesabı üzərindən hesablayırıq. Çünki məsələnin əvvəlində bizə nə demişdi? Təxirə salınmış verici mövcud deyil. Yəni dövrün əvvəlində təxirə salınmış verici aktiv və ya verici öhdəlik mövcud deyil. Mövcud olmadığına görə elə bu rəqəmləri toplayırıq T hesabına. Bura bir dənə T hesabı çəkirik, təxirə salınmış sol tərəfə. Deməli, aktivləri qeyd edirik. Aktivlərimizin məbləği 82.200-dür. Birinci biz bunu yazmalı değildik. Ardıcıllığına yazaq. Təxirə salınmış verici aktivi bərabərdir. Təxirə salınmış verici aktivi. Diğer tərəfdə təxirə salınmış verici öhdəliyi 113.500. Əgər kredi saldosu verirsə xərcdir. Debit saldosu verirsə gəlirdir. Burada biz baxdıq ki, kredi saldosu verilir. Çünki öhdəlik hissəsi aktiv hissəsindən çox oldu. Çox olduğuna görə bunun cəmi 88.950-dir, bunun cəmi 112.500. Ona görə biz nə edirik? 23.550 yazırıq xərci. Bərabərdir 23.550 və burada xərc sözünü qeyd edirik. Artıq mən bu sualdan tam 5 bal almış oldum. Yəni mütləq bunları qeyd edirik. Bunları qeyd etməsək, sual düzəlilsə belə bizim buradan müəyyən belə deyim də 1 bal, 1.5 bal itirmiş oluruq. Ona görə bunları mütləq hesab müəssisəsində imtahanda verilən sualda qeyd edin. Çünki aprelin 13-də bilirsiniz imtahandır. İnşallah imtahana girəcək hər şəxsdə uğurlar arzulayırıq. Bizim növbəti mövzumuz bir də hökumət subsidiyaları var. Deməli, müştərilərlə müqavilə üzrə gəlirlər. Mən bunu da hazırlamışdım ki, buna da baxardıq, amma buna vaxtımız olmadığına görə hökumət subsidiyalarına bax. Çünki sonda bizim sual-cavab hissəsi olacaq. Sual-cavab hissəsində vaxtımız qalsın. Gəldik hökumət subsidiyaları. Hökumət subsidiyalarında əslində bu mövzu burada deməli KOS və MHPS fərqlənir imtahanda. Çünki kiçik kvota sahibkarlıq subyektləri üzrə mühasibə subyektləri standartında olan imtahan mərhələsində biz bilirik ki, burada sadəcə qeyri-monetarlarda, yəni uzun müddətli aktivlərdə, yəni avadanlıqlar deyək, burada avadanlıq ola bilər, traktor ola bilər, nə bilim, müəyyən qurğular ola bilər. Bunlarda yanaşma fərqlidir. Məsəl üçün, kiçik kvota sahibkarlıq subyektinin üzrə maliyyə isbat və standartlarında deyir ki, siz subsidiya dövründə uzun müddət aktivin subsidiyanı deməli dövrü nə qədərdirsə ona görə hesablayırıq. Amma diğerində deyir ki, MHP'si deyir ki, sən bu uzun müddət aktivdən hansı müddətə yararlanırsan? Deyək ki, uzun müddət aktivin ömrü 10 ildir, amma subsidiya müddəti 5 ildir. KOS da 5 ilə görə hesablayır. MHP'si də 10 ilə görə hesablayır. Bir tək fərq buradadır. Mən bu məsələni hər iki variantda işləmişəm. Çünki hər iki variantda göstərmişəm ki, həm MHP-yə görə, həm KOS-a görə aradakı fərqləri bilmiş olasınız. Çünki qatılımcıların içində mən bilirəm ki, bizim həm KOS-dan qatılanlarımız var, bir dəqiqə 102 nəfər var, həm MHP-si imtahana girəcək insanlar var. Gəldi indi bu məsələmizə baxaq. Bu məsələdə ən asan, daha doğrusu məsələlərimizin hamısı asandır, amma əsas bizim orada diqqətli olmamız vacibdir. Yəni sualı tam başa düşməliyik. Birinci işimiz odur. Yəni sualı həll etməyə tələsmirik. Sualı oxuyuruq yaxşı-yaxşı, tam dərk edirik. Tam dərk edəndən sonra qeydlərimizi götürürük. Yəni belə deyək də burada müəyyən qoyulmuş tələlərə düşməyə, sual içində müəyyən tələlər varsa, həmən tələlərə düşməməliyik. Deyir ki, XZ müəssisəsi dövlət qurumları ilə müqavilə əsasında kimyəvi təmizlik xidməti göstərmişdir. Kimyəvi təmizlik xidməti göstərmişdir. Dövlət qurumu bu müəssisənin xidmətlərindən bir şərtlə istifadə edir ki, müəssisənin işçi qüvvəsinin ən azı 1/4-i müharibə iştirakçısı və ya xüsusi qayğıya ehtiyacı olan insanlardan ibarət olsun. Biz bilirik ki, 50'lər və xüsusi qayğıya ehtiyacı olan insanlarla əlaqədar kvota var. Həmən kvotaya əlaqədar müəyyən sahələrdə işçilər işləməlidir, amma konkret olaraq dövlət bu sahəyə subsidiya verir və deyir ki, subsidiya verməyimin tələbi budur ki, mütləq işçilərin neçə faizi müəssisənin işçi qüvvəsi ən azı 1/4. Yəni 25%-ni tələb edir ki,
əlillərdən və ya müharibə qazilərindən və yaxud da ki, həssas qruplardan belə deyək. Ya gənclər də bu həssas qruplara aiddir. Xüsusi qayğı ehtiyacı olan insanlardan ibarət olsun. Dövlət xidmətlərinin qarşılığında müəssisənin digər müştərilərə hesablanmış olduğu tarifdən 50% yuxarı olan tariflə ödəyir. 2005-2006-cı illərdə. Yəni bunun qarşılığında nə edir? Cəmaət nə qədər pul ödəyirsə, bunlara isə 50% artıq pul ödəyir. Və deyir 2005 və 2006-cı illərdə müəssisə dövlət orqanı tərəfindən qoyulan şərtləri yerinə yetirmiş və xidmət qarşılığında subsidiya daxil dövlətdən müvafiq olaraq 90 min və 60 min AZN vəsait almışdır. Yəni 90 min vəsaitin və 60 min vəsaitin içində nə qədər var? 150%. Çünki 100% bunun özünün xidmət gəliridir, xidmət göstərir, kimyəvi təmizlik xidməti göstərir. Burada məsələnin əvvəlində də bizə deyir, demək kimyəvi təmizlik xidmətindən gelen pul yani 90 bin 60 bin içinde 100 faizi kimyevi temizlik hizmetine aittir. Geri kalan 50 faiz hissesi ise bizim için subsidiyadır. 2005 ve 2006'ya ait. Subsidiyamızın birincisi budur. Ve burada başka bir söz de deyir. Deməli, dövlət xidmətlərinin qarşılığında müəssisənin digər müştərilərə hesab olunmuş olduğu tarifdə 50% yuxarı tarifi ödəyir. Yəni, bu deməkdir ki, artıq bunlardan ibarətdir. Yəni, dörddə biri xüsusi qayğıya ehtiyacı olan insanlardan ibarətdir. Suala bir daha baxırıq. Teyzə müəssisəsi dövlət qurumuna müqavilə əsasında kimyəvi təmizlik xidməti göstərmişdir. Dövlət qurumu bu müəssisələrin xidmətlərindən bir şərtlə istifadə edir ki, müəssisənin işçi qüvvəsinin ən az dörddə biri müharibə iştirakçısı və ya xüsusi qayğıya ehtiyacı olan, yəni həssas qruplardan ibarət olsun. Dövlət xidmətlərinin qarşılığı müəssisənin qarşılığını müəssisənin digər müştərilərə hesablanmış olduğu tarifdən 50% yuxarı olan tarifi ödəyir. Yəni bu sualdan belə başa düşün ki, 2005 və 2006 ödədiyinə görə artıq bu şərtləri yerinə gətirib. 90 min və 60 min pul alıb. Ne indirəm? Mən birincisi bura gəlirim nə qədər oldu? Ümumi gəlirim. Deməli 90 min, düzdürmü? 90 min qeyd edirəm. 2005 aid olan gəlirimi və 2006 aid olan gəlirimi 60 bini qeyd edirəm. Bu mənim indi görək bu 90 min içində subsidiya hissəsi nə qədərdir? Aydın məsələdir ki, bunun içində 150% olduğuna görə bunu bölürük 150-yə, vururuq 50-yə. Çünki mənə subsidiya hissəsi maraqlıdır. Yəni 90 min, 30 min manatı subsidiya gəliridir. Aydındırmı? Və 20 mində, 60 mində 20 manatı subsidiya gəliridir. Yəni hökumət subsidiyasıdır. Sonra gəldik növbəti avadanlıq sualına. Biz artıq bu hissəsini həll eləmiş olduq. Deməli 2005-ə aid olan gəlir 30 min, 2006-ya aid olan gəlir 20 min. İndi burada başqa subsidiya olduğuna görə biz sualın arxasından tam baxmalıyıq ki, görək digər subsidiya bizim üçün nə qədərdir. Sonra gəldik. XZ müəssisəsi 01.01.2006-cı il tarixində təmizlik xidmətində istifadə etdiyi avadanlığı dövlətin yaşıl iqtisadiyyat subsidiya layihəsi çərçivəsində almışdır. Deməli, bu xidmətdən əlavə burada şey də alır, avadanlıq da alır. Bu avadanlığından da müəyyən təmizlik işləri aparır. Yəni deməli təmizlik xidmətində istifadə edir həmin avadanlığı. Avadanlığın bir ədalət dəyəri 500 mindir. Biz bura avadanlığın ədalətlərini qeyd etmişik. Buna nə qədər ödəniş etmiş oldu? 280 min manat ödəniş etmiş oldu. 280 bini bura qeyd edirik və nə hansı tarixdə alıb? 01.01.2006-cı ildə. Və eyni zamanda bizim deməli subsidiyamız nə qədər oldu? Deməli, sual axırıcını oxuyaq. Faydalı istifadə müddəti mənə verir film 10 il. Bura qeyd eləməliyəm. Faydalı istifadə müddəti film bura qeyd etdim 10 il. Sonra mənə deyir ki, müəssisə avadanlığı üçün 280 min azini ödəmiş, 5 il yalnız çirkli suları təmizləməsi işlərin həyata keçirmə öhdəliyi götürmüşdür. Yəni, öhdəlik nədir? 5 il ərzində bütün çirkli suları təmizləyəcək. Və onun qarşılığında da nə qədər subsidiya alır? 500 min, 280 min. Bu ödəyib geri qalan hissəsi 220 min manatlıq hissəsi bunun üçün subsidiyadır. Və 220-ni 5 il ərzində kiçik və orta sahibkarlıq subyekti 5 ilə görə hesablayacaq, MHB-si isə 10 ilə görə hesablayacaq. Çünki MHB-si də deyir ki, faydalı istifadə müddəti nə qədərdirsə uzun müddət aktivin, həmən müddətdə sən subsidiyanı gəlir olaraq tanıyasın. Amma Kosterşi elə deyil. 5 il istifadə edəcəksə, avadanlıqda 5 il, biz 5 ilə gəlir olaraq tanıyaq. Deməli, neylərik? Gəldik 500 min bura qeyd etdik. Hesablayaq görək bizim əvvəl amortisasiya xərci. Mən imtahanda soruşa bilər bizi amortisasiya xərci. Əvvəl biz baxaq ki, bizim avadanlığın faydalı istifadə müddəti nə qədərdir?
bölünsün. Düzdürmü? 2500 amarsız xərcini tapdıq. 50 min amarsız xərci, 2000 al. Nə vaxt alıb avadanlığı biz onu mütləq baxmalıyıq. Avadanlıq alınıb nə vaxt? 01.01 2000 təmizlik xidmət istifadət avadanlığı almışdır. Hə, 01.01 2006'da alıb. 01.01 2006'da alıbsa avadanlığı e, biz burada deməli nə edirik? Dedim 50 min amarsız xərci hesablayıram. Amarsız xərci mən özüm hesablayıram ki, ola bilsin imtahanda mənə mənfəəti və ya maliyyə və israfı hesabata təsir göstərəcək gəlirləri soruşa bilər. Bu lazım olur. Deməli 2006'ya görə amarsız xərci nə qədərdir? Müsqat metoduna görə hesablandığına görə yenə 500 min bölünsün nəyə? 10'a. Düzdürmü? Bu mənim üçün oldu MHP'siyə görə. Üzr istəyirəm, amarsız xərci dəyişmir. İstər MHP'si, istər digəri. Deməli, avadanlığımın balans dəyəri 2005'te nə qədər oldu? Bu əlavə məlumatdır. Buna hesablamaya ehtiyac yoxdur. Mən sadəcə sualda bunu soruşulmur, qeyd etdim. Deməli, 2005'te balans dəyərimiz oldu 450 min, bərabərdir 450 min çıxılsın 50 min. 2006'da mən balans dəyərim oldu 400 min manat. Düzdürmü? Sonra geldik subsidiya gəlirim. Mənim subsidiya gəlirim nə qədərdir? Gəlin indi subsidiya gəlirini tanıyaq. Subsidiya gəlirim MHP'siyə görə, bura qeyd etmişəm, MHP'siyə görə hesablayacağım. Deməli, 500 min manatlıq mənim subsidiyam burada nə qədərdir? 220 min manat. 220 min manatı mən dedim ki, MHP'si deyir ki, uzun müddətli aktivin faydalı istifadə müddəti nə qədərdirsə, həmən ildə bunu gəlir olaraq tanıyasın. O zaman biz ona böləcəyik. Düzdürmü? 2005'te bunun deməli beraber şekilde tanıyacağıq. Yine 220 bin bölünsün 10'a. Bu da benim oldu. Subsidiya gəlirim 22 bin və 22 bin. 2005'te mənim subsidiya ötəliyim nə qədər olacaq? Bərabərdir. Deməli, mənim subsidiyam nə qədərdir? 220 bin. 220'nin 22 bini tanıyıram gəlir olarak. Deməli, dövrün sonuna 2005'in dekabrın 31'ine mənim subsidiya ötəliyim nə qədər olacaq? Deməli, 220 bin çıxılsın 22 bin. Çünkü biz 10 ile göre hesabladık. Yaxşı, subsidiya öhdəliyim 2006'da nə qədər olacaq? 198 min çıxılsın 20 min. Bax, sizin burada bir şeydə diqqətinizi cəlb etmək istəyirəm. Ola bilsin bu sualda müəyyən siz baxırsınız, məsələn, ödənişlə əlaqədar diqqət eləməlisiniz ki, bu ödənişin nə qədər daxil olur və yaxud da ki, öhdəlikləri icra etmişikmi? Məsəl üçün, bizim qarşımıza görə subsidiyanın şərtlərinə əməl etmişikmi? Çünki burada şərtli verir bizə və burada deyir ki, 5 illik çeşitli suların təmizləməsini həyata keçirmək üçün götürmüşdür və müəssisə 5 il ərzində öhdəliklərini icra etmişdir. Yəni artıq bizə öhdəliklərimizi icra etdiyimiz haqqında məlumat verir. Bundan sonra gəlin indi KOSA görə hesablayaq. Amansız xərci dəyişmir. İstər MHP'si, istər KOSA. Bölürük ona. 50 min olarak tanıyırıq. Bərabərdir. Eyni zamanda 500 min bölünsün ona. Hər ikisində eynidir. Avadanlığımızın balans dəyəri nə qədərdir? 450 min 2005'in sonuna deməli 400 min 2006'ın sonuna. Subsidiya gəlirin fərqlənir. Baxın dostlar. 220 min deyil. KOS deyir ki, kiçik və sahibkarlıq subyektləri üçün maliyyə hesabata beynəlxalq standartlarına əsasən deyir subsidiya müddəti nə qədərdirsə avadanlığın müddətini o qədər götürəsən. Üzr istəyirəm. Avadanlığın müddəti nə qədərdirsə subsidiyanı həmən dövrlərdə tanıyasan. 5 illik. Bərabərdir. Bölünsün 5'e. 44 min gəlir olarak tanıdıq. Beraberdir. Yine aynı zamanda 220 bin bölünsün 5'e. 44 bin gəlir olarak tanıdıq. İndi öhdəliyimizə baxaq görə öhdəliyimiz nə qədərdir? Bərabərdir. Deməli 220 bin bizim aldığımız subsidiya puludur. Çünki biz pulu az ödəmişik. 220 bin bizim üzərimizə öhdəlidir. Gəlir deməli bizim üçün qazanmamış gəlirdir də, düzdürmü? Subsidiya öhdəliyimiz. 220 bin bölünsün üzr istəyirəm çıxılsın. Çıxılsın. 44 min çünki 44 min artıq biz gəlir olaraq tanıdıq. Yəni öhdəliyimiz 176 min qaldı. Eyni zamanda 176 min 2005'in sonra bizim subsidiya öhdəliyimiz isə bundan 44 min çıxıram. Qalır nə qədər? 132 min. İndi görək sual bizdən nə soruşur? Deyir 31-12-2005 tarixinə subsidiya gəliri nə qədərdir? MHP'siyə görə subsidiya gəlirini qeyd edirəm. Bax,
Mənim bir 2005'te 30 min subsidiyam var idi. Bir de 22 min subsidiyam var. Düzdür mü? Her ikisini tanımalıyım. Bunun da rengini değişim, yaşıl renk koyayım ki bilək ki bunu da tanımalıyız biz. 30 min ve 22 min. Ve aynı zamanda 2 min düz istəyirəm. Sonra məndən nə soruşur? Kosa göre ne kadardır? Gelirim, subsidi gelirim. Değişmir bu eynidir. 30 min plus subsidi gelirim 44 min. Ne kadardı? 74 min. Yani bu 31-12-2015 tarihi. 31-12-2016 tarixinə avadanlığın balans değeri nə qədərdir? Məndən avadanlığın balans değerini soruşur. Və subsidi gəlirini soruşurdu 2005'e. İndi 2016'ya məndə avadanlığın balans değeri nə qədərdir? Avadanlığımızın balans değeri bərabərdir 2005, 2006'yı soruşur. Üzr istəyirəm. 2006'ya bunu qeyd edirik. Posta da avadanlığımızın balans değeri üzr istəyirəm. Mən bunu səhv qeyd etdim. Avadanlığın balans değerini soruşur. Avadanlığımızın balans değeri 450 min. Buradadır. Posta da dəyişmir. Avadanlığımızın balans değeri 2016'ya göre soruşur. Üzr istəyirəm. 2016 400 min, 2016 400 min. Onsuz da biz burada eğer səhv qeyd etmişiksə, burada düz hesablamışıq, burada səhv qeyd etmişiksə cavabda burada təxminən 20% bal itirərək həmin hissədən tutaq ki, ikinci hissədə əgər səhv qeyd etsəydim 1.5'in 20%-ni itirəcəkdim. Burada cavabı səhv qeyd edib amma düz həll eləmişəmsə 1.8 bunun 20% gedəcəkdi. Nə edilir? 1.2 bal almış olacaqdım. Mən 0.3 bal itirəcəkdim. Sonra tapşırıq işte bizden ne soruşur? Tapşırıq işte için 2016 yılın sonuna subsidi öhdəliyim nə qədərdir? Hem KOS'a göre hem MHP'ye göre ben bunu özüm qeyd etmişəm sizə də dediyim kimi bərabərdir. Deməli, subsidi öhdəliyim 2016 sonra 176 mindir. Subsidi öhdəliyim deməli KOS'a göre 132 mindir. Dostlar, bizim sualda budur. Başka sual olan var mı? Bizim diğer sualımıza bizim həlləməyə vaxtımız qalmadı. Çünki bu bizim təxminən bir 10-15 dəqiqə vaxtımızı alacaq idi. Mən burada 3-cü icra öhdəliyini qoymuşdum. İndi kimin sualları varsa, zəhmət olmasa suallarınızı əl qaldıraraq verin və sualları yönləndirir, suallarınızı cavablandıraq. Buyurun, eşidirəm sizi. Burada qrupa deməli suallar gəlmək üçün bir dənə mənə sual ünvanlayıblar. Həmən suala cavab verim. Müəllim, o vergi vardı mənfəət vergisində. Zəhmət olmasa ona baxardıq da bir dənə təkrar. Buyurun. Buyurun. Orada mənim bir sual var. İlin əvvəlində avadanlığın ilkin dəyəri 1 milyon 800 mindir. İlin sonunda 31-12 1 milyon 400 mindir. Burada niyə amortizasiya yaparmadıq ki? İnvestisiya mülkiyyətidir. Əməliyyat icarəsi məqsədilə yazıbsa, bu bizim üçün deməli investisiya mülkiyyətinin investisiya mülkiyyəti olmuş olur. Çünki investisiya mülkiyyətinə deyir ki, torpaq tikililər əgər icarəyə vermək məqsədilə və yaxud da ki, deməli kapitalın artırılması məqsədilə alınırsa, məsələn deyək ki, mən özümə bir dənə plaza tikmişəm. Plaza əgər mən özüm istifadə edəcəmsə, torpaq tikili avadanlıq. Bu yeniden qiymətləndirmə modeli və ilkin dəyər modeli. İlkin dəyərini tanıyırıq. Tanınmadan sonraki ölçülmə, yeniden qiymətləndirmə və ya necə deyirlər, ya yeniden qiymətləndirmə ya da ilkin dəyərindən tanınmadan sonra ölçülməni davam etdiriyor. Amma investisiya mülkiyyəti əgər bunu icarəyə vermək məqsədi varsa, məsələn özü istifadə eləmir, icarəyə verəcək və yaxud da ki, alıb satacaq.
qiyməti bahalaşanda. Bu məqsəddə isə avtomatik investisiya mülkiyyəti olur. Burada deyir ki, əməliyyat icarəsi məqsədi ilə. Avtomatik icarə sözü varsa bu investisiya mülkiyyətinin həddi dairəsinə daxil olur bu torpaq tikili və orada da tanınması ilkin dəyərləndir, TTN tanınması eynidir. Tanınmadan sonraki ölçülmə ya ilkin dəyər ya ədalət dəyər metodudur. Ədalət dəyər modelində biz amortisasiya hesablamırıq. Çünki hər ilin sonunda onun ədalət dəyərini tapırıq. Orada amortisasiya hesablamırıq. İmtahan içində sualda amortisasiyanın israrla bizə göstərsə də, deyir bənzər binalarda faydalı istifadə, məsələn bu metodla amortisasiya olunur. Biz onun amortisasiyasına baxmırıq. Çünki birbaşa deyib ki 1 milyon 800 bindən 1 milyon 400 minə düşür. Yəni 400 min balans dəyəri gedir. Aydın oldu. Buna görə biz amortisasiya hesablamırıq. Amma vergi baxımından biz amortisasiya hesablayırıq. Ona görə müvəqqəti fərq yaranmış olur. Buyurun növbəti sualı. Salam, axşamınız xeyir. Müəyyən suallarda yazıblar. 2005 amortisasiya hesablanmıyor. Burada avadanlıq 2006'da alındı. Hansı sualdan gelir söhbət? Başka sualı olan var mı? Sualım vardı, Ağam. Sual verə Buyurun. bilərəm. Əlbəttə kimin sualı varsa versin. Burada hökumət subsidiyalarını bir dənə zəhmət olmasa açardınız. Buyurun. Orada siz dediniz ki, KOS-a görə və MHBS-yə görə subsidiya amortisasiya eynidir dediniz. Eyni hesablanır. O elədir dəqiq. Mən bu Bəli, bəli. sualdasa yadımda qalıb ki, amortisasiyanı da hesablayanda faydalı istifadə müddəti və subsidiya müddətinə görə dəyişir. Amortisasiya xərcində nətər dəyişə bilər ki? Amortisasiya xərci avadanlığın torpaq tikili avadanlığa görə hesablanmır. Mən prosta bilmirəm, hansısa kitabda oxumuşdum. Ola bilər səhv edirəm. Prosta dedim yadınıza salım, onu görüm, yəni dəqiqləşdirmək istəyirdim. Mən bu şəkildə bildim. Mən də dəqiqləşdirərəm. Mən də dəqiqləşdirərəm. Subsidiya Sual olasın. bildiyim qədərilə o idi ki, 500 min misal üçün belədirsə, bölünəcək 5 ilə KOS-a görə. Amortisasiya xərcində yox. Subsidiyanı biz tanıyırıq. Amortisasiya subsidiya xərci nətər? fərqlənir. Avadanlığın amortisasiya xərcidir. Avadanlıq bizdə qalacaq axı. Avadanlığı biz onu istifadə edəcəyik. Biz subsidiya gəlirin 5-ə görə tanıyırıq. Amma avadanlığı niyə görə? Mən 10 il, 5 il, 15 il ömrü var. İstifadə edəcəm. Amortisasiya ona görə tanımalıyam axı. Bu şəkildə Tamam, bilirəm. Yenə təşəkkür edirəm. Mən İcarə müqaviləsi gedir bu, yoxsa subsidiya? hökumət subsidiyası. Hə, o bəlkə icarə müqaviləsinə görə mən səhvləyirəm. Tamam, oldu. Ola bilər icarə İcarə müqaviləsi. müqaviləsində bir var ki, icarədarda qalır, bir də var icarəçiyə verilir. Yəqin o nüansına görə dəyişir. Ola bilər. Ola bilər. Tamam, çox sağ olun. Buyurun. Dostlar sualı olanlar əl qaldırsın. Orada mənə yönləndirirlər. Zəhmət olmasa əlinizi qaldırın ki, kimin sualı varsa bilək, sualları cavablandırın. Buyurun başka suallar. Axşamınız xeyir müəllim. Salam. Üzrlüsən, bu subsidiya ilə bağlı bir sual, belə bir sualım var. Orada Buyurun. nə bir 150-yə bölüb 50-yə vururuq. Birinci hissədə bax, bu Bəli. bu belə deyə də bu bir tələdir əslində imtahanda. Çox gözəl vurguladınız. Və mənə nə deyir? Bizim birinci işimiz sualı tam başa düşməkdir, düzdürmü? Deyir ki, XC müəssisəsi kimyəvi təmizlik xidməti göstərir və dövlət şərt qoyur ki, əlil insanları istifadə elə. Yəni işçi götür. Ya Qarabağ qazisi olsun və yaxud da ki, necə deyərlər, həssas qruplar olsun, dörddə bir deyil, müharibə iştirakçısı olsun və yaxud da ki, xüsusi qayğı ehtiyacı olanlardan ibarət olsun. Əgər bu olsa, mən sənə verdiyim pulu 50% artıq ödəyəcəm. Tutaq ki, mənim xidmətimin qarşılığı 100 manatdırsa, mənə 150 manat ödəyəcək. Məsələn, 500 manatdırsa, 750 manat ödəyəcək. Aydındır? Yəni 150%-lə ödəyəcək, 100%-lə ödəməyəcək. Hatta mənə deyir ki, 90 min manat ödəyib 2005-də və 2006-da 60 min manat ödəyib. Yəni 90 min manatın içində 150% var. Bunun əsl dəyəri, bax, belə deyək də, bərabərdir. 90 min çıxılsın 60 min. Üzr istəyirəm, 30 min. 60 min mənim gəlirimdir. Mənim özümə aid olan gəlirdir. Bunun 30 min manat hissəsi, 60 min mənim xidmətimin qarşılığıdır birinci il üçün. İkinci il üçün nə qədərdir? 60 min çıxılsın 20 min. Bu da edir 40 min. Yəni mənim xidmətimin qarşılığı 2005-də 60 mindir, 2006-da 40 mindir. Amma dövlət mənə artıq pul verib 50%. Yəni 90 min ödəyib. Düzdürmü? Bax burada deyir. Və 60 min ödəyib.
Mesela ben iş xidmət göstərmişəm. Bunun sadəcə 50% hissəsi subsidiyadır. Mən ona görə 50% hissəsini subsidiya olaraq tanıdım. Aydın oldu? Bəli, çox sağ olun müəllim. Buyurun. Dostlar, diğer ümumiyyətlə ünvanladığı suala mövzuna əlaqədar olmayan ismubus yox. Qrupa yazıblar. İsmubusla əlaqədar, ictimai sektorla əlaqədar mən təlimin vermirəm. O birisi 3 istiqamət üzrədir. Təlimçilər var buna əlaqədar olaraq. Təlimçilərimiz çoxdur. Yəni lazım olsa Azərbaycan Mühasibə Məktəbi ilə əlaqə saxlayarsınız və ya sizə ətraflı məlumat verər. Buyurun. Müəllim, mən yazmışam qrupaya. Deyəsən 2005 üçün amortizasiya hesablanmalıdır. Mövzunu din, həmən mövzuya baxaq da. Bu mövzu. Bu yazılıb ki 2006-da avadanlıq alınıb. Yox, bəlkə mən səhv eləyirəm. Düz. Tamamilə doğru deyirsiniz. Tamamilə doğru deyirsiniz. Bunu mənim nəzərimdən qaçıb. Mən burada müəyyən bal itkim oldu. Çünki sualda bax, deməli, mənə deyir ki, balans dəyərini, 2006-ya görə balans dəyəri soruşdu. Onsuz da bunu hesablamıram ki. Hə, balans dəyəri 400 min götürəcəm də. 400 min götürməliyəm balans dəyərini. Çünki 2006-nın sonuna. Düppədüz dediniz bunu. Avadanlığın, çünki 2006'da almışım. Mənim diqqətimdən yayılmışdı. Tamamilə doğru deyirsiniz. O zaman bizim burada 2005'te de. Belə dəyişək sualı. Çünki sualı işləmişik da səhv olmasın. Bunu alaq o zaman 2005'te. O zaman problemimiz həll olur. Düzdürmü? Bax, mütləq sualda diqqətli olmaq lazım. Mənim diqqətimdən yayılmışdı. Təşəkkür edirəm iradınız üçün. Əmr, hansında səhv var? Buyurun, başka ne sualınız var? Ha, ili dəyişdim, düzəldi. Əmrah, mən sualı hazırlayanda bunu 2005 olarak nəzərdə tutmuşam. Sonra diqqətimdən yəni. Çünki 2005-2006 gəlirdisə, avadanlıq da 2005'te alınmalıdır. Bu hətta əvvəldə diqqət elədisə bu ilin ortasında alınmışdı. Sonra mən dəyişdim. İlin ortasında alanda biz 6 aylıq amortizasiya hesablayırdım. Yəni mən əvvəl sualda qoymuşdum ki 2006'nın 7-ci ayında alınıb. Üzr istəyirəm. 2005'in 7-ci ayında alınıb. Sual əvvəl belə idi. Sonra sualda müəyyən dəyişiklik elədim. Siz üçün mahiyyətini tam olaraq mənimsədik. Bununla əlaqədar Azərbaycan Mühasibə Məktəbinə əlaqə saxlayın. Yəqin ki, master klass olar, amma imtahana qədər inanmıram. Növbəti imtahanlarda olar. Çünki bunlarda tək bir sahədə deyil, fərqli-fərqli sahələrdə master klasslar olur. Sual olanlar zəhmət olmasa əl qaldırsın, cavablandıraq. Başka sualınız yoktursa yekunlaşdıraq. Bir sual da geldi. Bitiririk Fazıl Bey. Sualları cevaplandırarak bitiririk. Gəliri də həll etməyə vaxtımız bitir bizim. Gəlirə bizim bir təxminən bir 15-20 dəqiqə vaxt lazımdır. Bitirək. Bunu inşallah əlaqə saxlayarsınız. Fazıl Bey, mən bununla əlaqədar sizə məlumat verirəm bu gəlir müştərilərin müqavilə üzrə gəlirlərlə əlaqədar. Bir də bunun rekorduna əlaqə saxlayarsınız. Bu dərs materiallarının rekordunu sizə verəcək. Burada 3 icra öhdəliyidir. 3 icra öhdəliyi ilə əlaqədar müəyyən məsələlər var. Çünki buna vaxtımız qalmadı. Normal mən 3 dənə nəzərdə tutmuşdum, amma 4 sual, 3-5 ballıq qoydum ki, birdən vaxtımız bəs eləməz. Bunu da işləyərik, amma vaxtımız kifayət elədi. Bu sualı işləməyə vaxtımız olmadı. Dostlar, hamınıza təşəkkür edirəm. Allah razı olsun webinara qoşulduğunuz üçün. Buna əlaqədar olaraq buyurun, çox sağ olun. Hamınıza uğurlar arzulayıram imtahanda. Oldu, təşəkkür edirəm. Çox sağ olun. Gecəniz xeyrə qalsın.